Peyğəmbərimiz pis yuxunu nəyə görə şeytana aid etdi? Halbuki yuxular da Allahdandır. Peyğəmbərimiz narahat verici və xoşa gəlməz yuxuları hülya adlandırmış və onu şeytan aid etmişdir. Bunun səbəbi şeytanın insanın yuxularına müdaxilə edərək ona qorxunc görüntülər göstərməsi və onu narahat etməsidir. Lakin bu müdaxilənin mahiyyəti və necə baş verdiyi bizə məlum deyil. Biz sadəcə onun nəticəsini görürük. Yuxularımızda bizi qorxudan və narahat edən hadisələr baş verir. Yəni, baxın, bu necə olur, necə yuxu ilə oynayır Allah aləm. Bu sirdir. Ona görə, misal üçün, buna görə indiyə qədər də, misal üçün, ateistlər buna cavab verə bilmirlər. Onlar hər şeyi inkar edirlər. Baxın, misal üçün, insan yuxuda görür, yuxuda gördüyü həyatda gerçəyə çıxır. Necə oldu bu? Deyirsə ki, hər şey təsadüfdür. Təsadüf deyil axı. Və misal, ola bilər ki, insan olub ki, yuxuda atasını görüb, dünyasını dəyişib, deyib ki, ey oğlum, mənim filan kəsə borcum var. Gedib soruşub, deyib, bəli, borcum var. Necə oldu bu? Ruhların görüşməsi var. İnsan yatanda ruh bədəndən çıxır, amma tam deyil, cüzü çıxır. O ruh bərzəx aləmində görüşür ruhlarla. Biz yuxuru görüşür. Bəzən ruh düşür şeytanların əlinə oynayırlar ondan. O qorxulu yuxular ondandır. Niyə zikirlə yatmır, dua ilə yatmır və s.